Salam dostlar, necəsiz maşın sevərlər? Bugün sizə elə bir xəbərim var ki, inanın çoxları hələ eşitməyib. Mazda yeni CX-5 2026 modelini təqdim edib. Hazır olun, çünki bu videoda siz CX-5-i tam fərqli tərəfdən görəcəksiniz. Əgər sən də Mazdanın ruhunu sevirsənsə, like düyməsini vur, kanala abunə ol və gəlin birlikdə başlayaq. Mazda CX-5 sadəcə crossover deyil. Bu markanın ən çox satılan modelidir. Hətta CX-50 çıxdıqdan sonra belə CX-5 öz yerini qoruyur. Amma indi Mazda nəsə böyük işlər görür. 3-cü nəsil CX-5 artıq yoldadır və tam təqdimat 2026-cı ildə olacaq. İlk baxanda aydın görünür, bu dəfə Mazda nəsə yenidən icad etməyib, amma dizaynı kəskinləşdirib. Ön hissə inanılmaz dərəcədə incə və aqressiv olub. LED işıqlar sanki xokkey çubuğu formasında və ön barmaqlıq daha da çəkici və gözəl olub. Arxa hissədə isə CX-90-dan